Bismillah, elhamdülillah, es-salatu vesselamu ala Resulillah, əmmə bə'd, əssəlamu aleykum və rəhmətullah. Əziz və dəyərli müsəlman, bacı və qardaşlar. İslamda oruc mövzusunun növbəti videosunu sizlər üçün çəkirik. Burada orucun növləri haqqında danışacağız. Ümumi olaraq orucun növlərini 3 yerə bölmək mümkündür. Birincisində əmr olunan oruclar, yəni vaciblər və fərzlər. İkincisində tövsiyə olunanlar, yəni məndub oruclar. Üçüncüsü isə qadağan olunan və ya dində xoş qarşılanmayan oruclar. İndi bunlara sırasıyla hansılar olduğuna bir nəzər yetirək. Əmr olunan oruclar, yəni vacib və fərz oruclar. Ramazan orucunun həm vaxtında tutulması, yəni ədası, həm də qəzaya qalmış günlərin yerinə yetirilməsi, yəni qəzası fərz oruclar qrupuna daxildir. Bundan başqa da kəffarə olan oruclar vardır ki, bunlar da fərz olan oruclar qrupuna daxildir. Bunların hansıların olduğuna bir baxaq. Ramazan orucunu müəyyən şərtlər daxilində qəsdən pozmaq, səhvən və ya qəza nəticəsində adam öldürmək, içilən andı pozmaq, ehramda olarkən ov etmək və ya vaxtından əvvəl tıraş olmaq, kişinin müəyyən bir ifadə işlədərək arvadından qəti ayrılma andı içməsi və bundan peşman olması. İnsanın dini baxımdan bir öhdəliyi olmadığı halda tutmağı vəd etdiyi orucun, yəni nəzir orucunun hökmü Hənəfilərin terminologiyasında vacibdir və hökm sıralamasında fərzdən bir dərəcə aşağıda yer alır. Alimlərin əksəriyyəti isə fərz və vacib kəlmələrini adətən eyni mənada işlədirlər. Hənəfilərə görə başlanmış bir nafilə orucun pozulması halında onun qəzasını tutmaq vacibdir. Maliki məzhəbində isə hakim rəy budur ki, bir üzürlü səbəb olmadan pozulduqda həmin orucun qəzası tutulmalıdır. Buraya qədər vacib və fərz oruclardır. İndi isə tövsiyə olunanlar, yəni məndub oruclar. Fərz və vacib olmayan, lakin dinən tutulması tövsiyə edilən orucların hökmü fiqh usulü terminologiyasında məndubdur. Bu orucları iki əsas qrupa ayırmaq mümkündür. Yəni bu tövsiyə olanlar da öz içində iki qrupa ayrıla bilər. Birincisi, fəziləti və savabı haqqında hədislər olan və müəyyən vaxtlarda tutulması tövsiyə edilən oruclardır. Bu qrupa daxil olan oruclar bunlardır. Bir günü oruclu, bir günü oruçsuz keçirmək bu Davud orucudur. Muhərrəm ayının 9 və 10-cu və ya 10 və 12-ci günlərini oruclu keçirmək bu da Aşura orucudur. Zilhiccə ayının ilk 8 günü və həcdə olmayanlar üçün 9-cu günü, yəni Ərəfə günü oruç tutmaq. Şəvval ayında tutulan 6 günlük orucdur. Hər qəməri ayın 3 günü, üstünlüklə 13, 14, 15-ci günləri, hər həftənin bazar ertəsi və cümə axşamı günləri. Haram aylar kimi bilinən Zilqadə, Zilhiccə, Muhərrəm və Rəcəb aylarında Hənəfilərə görə üstünlüklə bu ayların cümə axşamı, cümə və şənbə günlərində. Və sonuncusu Şaban ayında tutulan oruclar. İndi məndub orucların ikinci qisminə gəlirik. İndi qeyd etdiyim oruclar xaricində tutulan oruclardır. Oruc tutmağın məkruh və ya haram olmadığı günlərdə insanın öz istəyi ilə tutduğu oruclardır ki, bunlara da dar mənada nafilə oruclar deyilir. Yəni, nə fərz və vacib oruclar deyil, nə məndub olanlardan deyil, insan öz istəyi ilə hər hansı bir gündə tutduğu orucdur. Üçüncüsü və sonuncusu isə qadağan olunan və ya dində xoş qarşılanmayanlardır. Bunlar Ramazan bayramının ilk günü ilə Qurban bayramının 4 günündə oruç tutmaqdır. Qadınların heyz və nifas hallarında oruç tutmaları və orucun həyati təhlükəyə yol açacağı vəziyyətlərdə oruç tutmaq dində qadağan edilmişdir. Bu, cümhurun, yəni alimlərin əksəriyyətinin rəyinə görə haram, Hənəfilərə görə isə təhrimən məkruhdur. Ramazan ayının başlanğıcına hökm edilmədiyi halda Ramazan ayının 30-cu günündə, yəni şübhəli gündə insanın
adeti üzere tuttuğu oruçlardan birini tutmasında 4 mezhebe göre bir problem yoktur. Yani Şaban'ın 30. günü. Hele de belli değil. Bu Şaban'ın 30. günüdür mü yoksa Ramazan artık girmiştir mi? Ramazanın 1. günüdür mü? Bu şüpheli gündür. O günde eğer insan evvelden adet üzere bir gündən bir oruç tutur, gelip o güne düşübsə, bunu tutmaqda bir problem yoktur. Lakin həmin gün Ramazan orucu veya başka bir vacib oruç niyeti ile oruç tutmaq Hənefi mezhebine göre təhrimən məkruhdur. Çünkü şüpheli gündür həmin gün. Ramazan orucu niyetle tutulabilmez. Çünkü Ramazan orucu olduğu belli değil. Veya o günde başka bir vacib oruç, mesela Hənefi mezhebine göre nezir orucu tutulabilmez. Bu günde nafile oruç tutmağı Hənefiler icazeli hesap ettiği halda Malikiler ve Həmbəliler məkruh, Şafiler ise haram hesap edirlər. Şaban'ın son günlerinde. Şafilere göre Ramazan orucunun edası haricinde fərz vacib bir oruç tutmak ise caizdir. Yani o günde her hansı bir fərz ve vacib oruç tutmak caizdir. Ancak hansı hariç Ramazanın biridir diye niyet edilmeyecek çünkü belli değil. Şafii mezhebe eserlerinde adeti oruçlar haricinde, yani bir insanın adeti var, bir günden bir oruç tutur. Gelir o güne düşür. Yani bu oruçlar haricinde Şaban ayının ikinci yarısında nafile oruç tutmağın haram olduğu bildirilir. 2 veya daha çok günü iftar etmeden oruçlu geçirmek Maliki mezhebine göre haram, diğer 3 mezhebe göre ise mekruhtur. Yorgun düşme ihtimali olan hacıların Zilhicce'nin 8 ve 9. günlerinde, xüsusilə Ərafatda vəqfə günü olan Ərəfə günü oruç tutmaları da ümumiyyətlə məkruh sayılmıştır. Yine bəziləri hakkında mezheplerin farklı yanaşmaları olsa da insanların adeti olan oruç günlerine rast gelmeden yalnız cuma günü, yani insanın adet günü vardır. Bir günden bir oruç tutur. Bu insanın adetidir. Az evvel dediğim kimi, yani bugüne cuma gününe gelip düşmese, xüsusilə gelip cuma günü oruç tutmaq tövsiye olunmur. Bundan başka hansı günler var onları sayıram. Yalnız Məhərrəmin 10. günü, yani yalnız 10. gününde, Aşura gününde oruç tutmak, yalnız Şənbə gününde oruç tutmak, Bazar gününde oruç tutmak, Novruz ve Mehrican günü, yani Məcusilərin bahar ve payız bayramları gününde veya başka dinlerin xüsusi günlerinde oruç tutmak. Yani bu günlere insanların adet etmiş olduğu günler gelip düşmeyipsə, xüsusi olarak bu günlerde oruç tutmak tövsiye olunmur. Qəza borcu olan şəxsin nafile oruç tutmasında Hənəfilərə göre problem yoktur. Bir insanın qaza borcu varsa oruçda, o insanın Hənəfilərə göre nafile oruç tutmasında problem yoktur. Ama Malikilər ve Şafilere göre məkruhtur. Həmbəlilerde ise haram ve caiz olduğu yönünde 2 ayrı rəy vardır. Evlilik hüququna, yani aile münasibətlərinə mənfi təsir edecek hallarda nafile oruç tutulması məkruh sayılmıştır. Bunlardan başka bazı fəqihlər ümumi prinsiplərə əsaslanaraq qonağın ev sahibindən, muzla işləyənin iş sahibindən icazə almadan və çıxaracağı qərara mənfi təsir edə biləcəyi hallarda hakimin nafile oruç tutmasının dində xoş qarşılanan bir davranış olmadığını ifadə etmişlərdir. Bu sonuçlarda təkrar edirəm hansılardır? Qonağın ev sahibindən izinsiz, muzla işləyənin iş sahibindən izinsiz oruç tutmaları olmaz. Olmaz dediğim yaxşı değil ve hakimin de çıkaracağı kararda acı olar, yorgun düşer, bu sebeplerden dolayı çıkaracağı kararda adil olabilmez diye, bu sebeplerden dolayı hakimin de nafile oruç tutmağı xoş qarşılanmır bəzi alimlərə görə. Əziz və dəyərli müsəlman bacı və qardaşlar, bu videomuzun da sonuna gəlmiş olduq. İnşallah videolarımızı beğenin, paylaşın, rəylər qisminə öz rəylərinizi yazın və kanalımıza abunə olmağı da unutmayın. Rəbbim bunları sizlər üçün də, bizlər üçün də faydalı etsin. Elhamdülillahi Rabbil alemin.